İmam Hüseyn əleyhissalamın təvəllüdü. İmam Hüseyn əleyhissalam Hicri ilinin 4-də Şəban ayının 5-ci gününün gecəsində başqa sənədə əsasən həmin ayın 3-də dünyaya göz açıbdır. Bəzi alimlərin dediyinə əsasən o Həzrət Hicrətin 3-cü ilində Rəbiül Əvvəl ayının axırlarında anadan olubdur. İmam Hüseyn əleyhissalamın təvəllüd tarixi haqqında başqa rəvayətlər də mövcuddur. İmam Hüseyn əleyhissalam anadan olan zaman Cəbrail 1000 mələklə göz aydınlığı vermək və təbrik etmək üçün Allahın Rəsulü sallallahu aleyhi və alihi və səlləmin huzuruna gəldilər. Fatimə salamullahi aleyha öz övladını atasının yanına gətirdi. Peyğəmbər salavatullah uşağı görən kimi sevindi və onun adını Hüseyn qoydu. Ümmü Fəzlin yuxusu və onun təbiri. İbn Səd Təbəqat kitabında Abdullah ibn Bəkir ibn Həbib-i Səhmidən, o isə Hatəm ibn Sənədən belə nəql edir ki, Abdullah ibn Əbdülmüttəlibin həyat yoldaşı Ümmü Fəzl dedi: İmam Hüseyn əleyhissalamın təvəllüdündən qabaq bir gecə yuxuda gördüm ki, Peyğəmbər salavatullahın bədənindən bir tikə ət ayrılıb mənim ətəyimə düşdü. Bu yuxunun təbirini Allahın Rəsulü sallallahu aleyhi və alihi və səlləmdən soruşdum. O Həzrət buyurdu: Əgər gördüyün yuxu doğru yuxulardan olsa, tez bir zamanda qızım Fatimənin bir oğlu olacaq və süd vermək üçün onu sənə tapşıracağam. Bir müddət keçdi. Günlərin bir günü Fatimə salamullahi aleyhanın oğlu oldu. Onu mənə tapşırdılar. Onu Allahın Rəsulü salavatullahın yanına apardım. O Həzrət uşağı öz dizi üstündə qoyub öpməyə başladı. Bu zaman uşağın idrarından bir damcı Peyğəmbər salavatullahın paltarına dəydi. Mən uşağı Peyğəmbər salavatullahın qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Allahın Rəsulü salavatullah qəzəbli şəxslər kimi buyurdu: Yavaş, ey Ümmü Fəzl, mənim paltarım yuyulub təmizlənəcək, amma sən övladımı narahat etdin. Mən Hüseyni yerə qoydum. Su gətirmək üçün otaqdan çıxdım. Qaydandan sonra gördüm ki, Allahın Rəsulü salavatullah ağlayır. Dedim: Ey Allahın Rəsulü, niyə ağlayırsınız? Peyğəmbər salavatullah buyurdu: Biraz bundan qabaq Cəbrail gəlib mənə xəbər verdi ki, ümmətim bu övladımı öldürəcək. Mühəddislər belə rəvayət edirlər. İmam Hüseyn əleyhissalamın ömründən bir il keçmişdi. Qanadlarını açmış müxtəlif surətlərə və qırmızı çöhrəyə malik olan 12 mələk Allahın Rəsulü salavatullahın huzuruna gəldilər. Onlar Peyğəmbər salavatullaha ərz etdilər: Ya Muhammed sallallahu aleyhi və alihi və səlləm, Qabilin Habilə zülm etdiyi kimi övladın Hüseynə də zülm edəcəklər. Habilə verilən savab kimi ona da savab veriləcək. Həmçinin onu öldürənlərin savabı Qabilin əzabı kimi olacaq. Bu zaman asimanlarda olan mələklər Allahın Rəsulü salavatullahın huzuruna gəldilər. Hüseyn əleyhissalamın gələcəkdə öldürüldüyü üçün o həzrətə başsağlığı verdilər. Mələklər İmam Hüseyn əleyhissalamın şəhadətinin əvəzində Allah Taala'nın o həzrət üçün təyin etdiyi savabı Peyğəmbər salavatullaha xəbər verir və İmam Hüseyn əleyhissalamın qəbrinin türbətini o həzrətə göstərdilər. Peyğəmbər salavatullah həmin zaman buyurdu: Ey Allah, oğlum Hüseyni xar edənləri zəlil və xar et. Hüseynimi öldürəni öldür və onun öz məqsədinə çatdırma. Cəbrailin İmam Hüseyn əleyhissalamın şəhadətini xəbər verməsi. İmam Hüseyn əleyhissalamın 2 yaşı var idi. Peyğəmbər salavatullah səfərə gedirdi. O həzrət yolda birdən ayaq saxlayıb buyurdu: İnna lillahi və inna ileyhi raciun. Peyğəmbər salavatullah bunu deyib ağladı. Peyğəmbərdən ağlamağın səbəbini soruşdular. O həzrət buyurdu: İndi Cəbrail Fərat çayının yaxınlığında olan bir yeri mənə xəbər verdi. O yerin adı Kərbəladır. Orada oğlum Hüseyni öldürəcəklər. Soruşdular: Ey Allahın Rəsulü, onu kim öldürəcək? Buyurdu: Oğlum Hüseyni Yezid adında bir şəxs öldürəcək. Elə bil ki, indi Hüseynin öldürülən yeri və dəfn olunan məkanını öz gözümlə görürəm.
Allahın Rəsulu həmin səfərdən qəm-qüssə içində qayıtdı. Peyğəmbər salavatullah səfərdən qayıdandan sonra minbərə çıxıb xütbə oxudu. Xalqa moizə etdi. Sonra sağ əlini İmam Həsən və sol əlini İmam Hüseynin başına qoydu. Üzünü göyə tutaraq dedi: Ey Allah! Muhammed sənin bəndən və Peyğəmbərindir. Bu iki nəfər isə mənim əhl-i beytimin paçları və nəslimin seçilmişləridirlər. Onlar ümmətimin arasında mənim canişinlərimdirlər. Cəbrail mənə xəbər verdi ki, bu övladımı məzlumcasına öldürəcəklər. Ey Allah! Şəhadəti onun üçün mübarək et. Onu şəhidlərin ağası et. Onu öldürənlər və xar edənlər üçün mübarək etmə. Allahın Rəsulü salavatullah öz sözünü bura çatdıranda, məclisdə olanların nalə şivəni ucaldı. Peyğəmbər salavatullah buyurdu: Siz onun üçün, yəni İmam Hüseyin əleyhissalam üçün ağlayırsınız. Amma ona kömək etməyib günah edəcəksiniz. Sonra Peyğəmbər salavatullah məsciddən xaric oldu. Bir neçə an keçdi. O həzrət yenə də məscidə qayıtdı. Amma bu dəfə rəngi dəyişmiş, halı pozulmuşdu. Başqa bir xütbəni ağlar gözlərlə qiraət edib buyurdu: Ey cəmaat! Mən sizin aranızda iki böyük şeyə əmanət qoyuram. Biri Qur'an, o birisi isə mənim əhl-i beytimdir. Onların hər ikisi mənim qəlbimin meyvəsi, həmçinin canımdır və onları çox istəyirəm. Qur'an və əhl-i beytim Kövsər hovuzunun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Bilməlisiniz ki, mən qiyamət günü bu iki böyük əmanətin yolunu gözləyəcəyəm. Mən sizdən yalnız Allahın göstərişinə əsasən əhl-i beytimi sevməyinizi tələb edirəm. Bəs çalışmalısınız ki, qiyamət gün mənimlə görüşdüyünüz zaman əhl-i beytimin düşmənçiliyi üzərinizdə olmasın və onlara zülm edənlərdən olmayın. Agah olun. Qiyamət günü 3 dənə bayrağın hər birinin altında ümmətimin bir dəstəsi yanıma gələcəklər. Birinci bayraq qara bayraqdır. Mələklər onu görəndə fəryad çəkəcəklər. Həmin bayrağın sahibləri mənim qarşımda duracaqlar. Mən onlardan soruşacağam: Siz kimsiniz? Onlar mənim adımı yaddan çıxartdıqları halda deyəcəklər: Biz tövhid əhli və ərəbik. Onlara deyəcəyəm: Mən ərəb və qeyri-ərəblərin peyğəmbəri Əhmədəm. Onlar deyəcəklər: Biz sənin ümmətindənik. Onlardan soruşacağam: Məndən sonra əhl-i beytim və Qur'anla necə rəftar etdiniz? Deyəcəklər: Qur'ana əhəmiyyət verməyib, onun göstərişlərinə əməl etmədik. Əhl-i beytini də nabud edib, yer üzündən götürmək istəyirdik. Bu zaman mən onlardan üz döndərəcəyəm. Onlar da susuz və qara simalarla məndən uzaqlaşacaqlar. İkinci bayraq irəli gələcək. Bu birinci bayraqdan da çox qara olacaq. Mən onlara deyəcəyəm: Məndən sonra iki böyük əmanətimlə, Qur'an və əhl-i beytimlə necə rəftar etdiniz? Cavab verəcəklər: Qur'anla müxalifətçilik və əhl-i beytini isə xar edib onları əsir yesir etdik. Onlara deyəcəyəm: Məndən uzaqlaşın. Onlar qara simalar və susuz dodaqlarla gedəcəklər. Üçüncü bayraq mənim yanıma gələcək. Bu bayrağın sahiblərinin sifətlərindən nur saçacaq. Mən onlardan soruşacağam: Siz kimsiniz? Deyəcəklər: Biz tövhid kəlməsini deyənlər, təqva əhli və Muhammed sallallahu aleyhi və alihi və səlləmin ümmətindənik. Biz haqq əhlinin damçılarıyıq. Bizim dinimizdə şək şübhə olmayıbdır. Öz Allahımızın əziz kitabı Qur'anı əlimizdə tutub, onun haramını haram və halalını halal bildik. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və alihi və səlləmin əhl-i beytini sevib, onların köməyində əlimizdən gələni əsirgəməyib, əhl-i beytin düşmənləri ilə vuruşduq. Mən onlara deyəcəyəm: Sizə bəşarət verirəm ki, mən sizin Peyğəmbəriniz Muhammedəm. Siz indi bəyan etdiyiniz kimi dünyada həyat sürübsünüz. Sonra Kövsər hovuzundan onları sirab edəcəyəm. Onlar açıq və sevinclə dolu simalarla behiştə tərəf gedib, orada əbədi qalacaqlar.